Dekabr ayında bu balığı yeyin, çünki faydası qat-qat artır. Sağlamazın məlumatına görə mütəxəssislər bildirirlər ki, xüsusilə dekabrda ən yüksək qida dəyəri məhz skumbriyaya məxsusdur. Dietoloqların sözlərinə görə soyuq havanın başlaması dəniz balıqlarının yağ tərkibini artırır və bu skumbriyanın qida dəyərini ən yüksək səviyyəyə çatdırır. Bu balıq immuniteti gücləndirən omega-3 yağ turşuları, ürək-damar sağlamlığını dəstəkləyən EPA, DHA nisbəti, qış aylarında çatışmayan D vitamini və yüksək B12 səviyyəsi ilə seçilir. Güclü protein tərkibi isə əzələ sağlamlığına dəstək verir. Skumbriya qış aylarında tez-tez rast gəlinən yorğunluq, zəif immunitet, diqqət yayınıqlığı və əzələ zəifliyi kimi halların azalmasına kömək edən vitamin və minerallarla zəngindir. Mütəxəssislər qeyd edir ki, bu balığın dəyəri təkcə omega-3 ilə məhdudlaşmır. Tərkibindəki selen hüceyrələrin yenilənməsini dəstəkləyən güclü antioksidant rolunu oynayır. Qida ekspertləri vurğulayır ki, dekabr ayında skumbriya digər balıq növlərinə nisbətən daha yağlı, daha doyurucu və daha az zərərli olur. Yerli skumbriyada civə səviyyəsinin aşağı olması onu uşaqlar, hamilə qadınlar və yaşlılar üçün də təhlükəsiz edir. Mütəxəssislərə görə qışda həftədə ən az 2 dəfə skumbriya yemək immuniteti gücləndirmək üçün ən təsirli və təbii üsullardan biridir. Videonu bəyənməyi və bizi izləməyi unutmayın.